Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakıda bir vaxtlar geniş istifadə olunan sıxılmış təbii qazla işləyən və böyük sərnişin tutumuna malik Iveco markalı avtobusların yenidən marşrut xətlərinə qaytarmağa başlayıb. Ehtiyat hissələri və təmir xidmətləri ilə bağlı problemlər səbəbindən uzun müddət istismardan kənarda qalan avtobuslar bərpa olunaraq yenidən sərnişin daşımalarına cəlb edilir. Hazırda bu nəqliyyat vasitələri 107, 119 və 185 nömrəli marşrutlarda sərnişinlərə xidmət göstərir. Layihə həm avtobus parkının səmərəli istifadəsinə, həm də köhnə nəqliyyat vasitələrinin daha sürətli yenilənməsinə imkan yaradacaq. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən istismarda kənarda qalan avtobusların bərpası və yenidən xəttə qaytarılması istiqamətində işlərə başlanılıb. Hələ də istismar potensialını qoruyub saxlayan onlarla belə avtobus əsaslı təmir və bərpadan sonra yenidən marşrutlara buraxılır. Bu addım təkcə məcburi boş dayanma dövründən sonra bahalı texnikanın yenidən dövrəyə qaytarılmasına və səmərəli istifadəsinə, həmçinin xətlərə əlavə nəqliyyat vasitələrinin cəlb olunmasına imkan verməyəcək.